biraz fərqli olsun deyə biz burada həmçinin meyxanı da əlavə edəmişik. Yəqin ki, meyxanı sevərləriniz var. Və gəncəmizin meyxanı asıllarına Seymur Rəvani dəvət edirəm. Çalır kövrə kömürlük, dərd çəkməyə öyrəncəli sən dərd çək ömürlük. Övlad əvəzinə yanan insan tək ömürlük, xoşbəxtliyə həsrətdədir sonsuz qalan ömrüm. Övlad əvəzinə yanan insan tək ömürlük, xoşbəxtliyə həsrətdədir sonsuz qalan ömrüm. Sərf oldu, puç oldu sənə ey yar, yalan ömrüm. Uçurumdadır zülmətdədir sənsiz talan ömrüm. Sərf oldu, puç oldu sənə ey yar, yalan ömrüm. Uçurumdadır zülmətdədir sənsiz talan ömrüm. Keçə xoşbəxt ola bilməz, bədbəxtliyə yalnızlığa meyli salan ömrüm. Sərf oldu, puç oldu sənə ey yar, yalan ömrüm. Uçurumdadır zülmətdədir sənsiz talan ömrüm. Sərf oldu, puç oldu sənə ey yar, yalan ömrüm. Uçurumdadır zülmətdədir sənsiz talan ömrüm. Sərf oldu, puç oldu sənə ey yar, yalan ömrüm. Uçurumdadır zülmətdədir sənsiz talan ömrüm. Sərf oldu, puç oldu sənə ey yar. Çox sağ olun. Gələn ağabeyimiz var olsun. Hər vaxtınız xeyir olsun. Mən Gəncə xalqının qarşısında baş əyirəm. Diqqətinizə görə çox sağ olun, minnətdaram. Mən qardaşımız Talib Taliyi ilə bu tədbir münasibəti ilə təbrik edirəm və mənim öz yerim olduğuna görə mən bugün çox həyəcanlıyam, üzr istəyirəm hamımızdan. Amma sizlərdən xahiş edirəm, biz Gəncəlilər qonaqpərvər olduğumuza görə alqışlarla Talib Taliyi qardaşımızı ürəkdən alqışlayalım. Çox sağ olun.